Yolları boran, qar oldu. Çoxuna dünya gen, mənə dar oldu. Könlümün sarayı tarım-mar oldu. Şərik də çıxmadıq kədərimizə. Nə yaman yad olduq bir-birimizə. Getmişəm, həsrətin qucağındayam. Sevgisi bir kasıb ocağındayam. Bəxtəvər günlərin sorağındayam. Son qoya bilmirik dərd sərimizə. Nə yaman yad olduq bir-birimizə. Ömrün illərindən neçə qış keçir. Arzu diləklərim əli boş keçir. Görüşə güman yox, canla xoş keçir. Çox mu dözəcək bu səbrimizə? Nə yaman yad olduq bir-birimizə. Qəlbimdə yamyaşıl ağaçdı eşqim. Demə, dilənci tək əl açdı eşqim. Sanırdım dərdimə əl açdı eşqim. Söylə, göz mü dəydi saf eşqimizə? Nə yaman yad olduq bir-birimizə. Nə yaman yad olduq bir-birimizə. Səhərinki qəhvədir. Hazırdırsa, deməli, başlaya bilərik, əziz tamaşaçılarımız. Biz də elə isti qəhvəmizi hazırlayıb, gənclərimizə qoyub, proqramımıza başlayırıq. Uzaqdan, yaxından bizə baxan tamaşaçılarımızın hər birini ayrı-ayrılıqda salamlayıram. Və bugün hava bir balaca düzəlib. Hava bir balaca özünə gəlibdir. Bir balaca o da. Amma həqiqətən bu 2-3 gündür ki, qışda heç belə hava yox idi. Vallahi qışda müəyyən həftələr var idi ki, deyirdik ki, yaz gəldi, nə oldu? İndi əməllicə hava həqiqətən də biraz əhval-ruhiyyəmizi düzdür, çalışmaq lazımdır ki, ümumiyyətlə, çox məsələlərə də, ümumiyyətlə, havaya da takılmayasan, ümumiyyətlə, hadisələrə də takılmamağı sizə buradan tövsiyə edirəm. Amma bir də görürsən ki, olmur, adam gəlir, düşür, hardansa, hansısa məsələnin düz içinə, çox məsələnin sən adiyyatı yoxdur. Amma bir də görürsən ki, sən o məsələnin ortasındasan. Çalışaq ki, havanın isti, soyuq, yağmurlu, çiskinli, nə bilim, qarlı, boranlı olmasına rağmen əhval-ruhiyyəmizi kök eləyən, kök. Və bu arada mən yaradıcı heyətimizlə yadımdan çıxdı, salamlamadım. Bizim dünya gözəlimiz, Mahirə xanım buradadır. Darıxmışdım onun üçün. Və operatorumuz Emin, Pultda Qurban,
Bahar burada yoxdur. Yenə də həmişəki kimi aradan çıxıb. Amma olsun. Onun yeri görsənmir. Telefon nömrələrimizi görsətmək lazımdır. Deməli, 055 ilə 269 31 39 əlaqə nömrəmizdir. Nömrəni yazın. 055 ilə 269 31 39. Qeyd elədiniz nömrəni. Bax, bu nömrə vasitəsilə bizim proqramımıza zəng edib alo deyə bilərsiniz. Necə ki, dünən telefonlarımız dağılırdı. Dünən, dünən. Bugün indi baxacam Qurban sənin kəraməti və. Deməli, proqramımıza baxırsınız. New Sport İdman kompleksinin, o cümlədən Agromal Özbəkistan məhsullarının və Doktor Seyfəddin klinikasının sponsorluqları ilə. Əziz tamaşaçılarımız, Doktor Seyfəddin klinikası Xətay rayonunda yerləşir. Həzzi Aslanov metro stansiyasının yaxınlığında təbii üsullarla bütün müalicələri orada həyata keçirə bilərsiniz. Qaldı Agromal Özbəkistan məhsullarına. Ölkənin ən böyük şəhərləri olan paytaxtımız Bakı, Gəncə, Sumqayıt, Mingəçevir şəhərlərində və Azərbaycanın digər rayonlarında artıq mağazalarını açıblar. Mağazaları fəaliyyətdədir. Gedin, istədiyiniz paltarları kilo ilə alın. Gəldik New Sport İdman kompleksinə. Masazırda Qurtuluş 93 yaşayış kompleksində 3 mərtəbələr deyilən ərazi var. Orada yerləşir. Deməli, orada idmanla yanaşı siz VIP hamam xidmətlərindən də istifadə edə bilərsiniz. Hovuz da var, uşaqlarınızı da göndərə bilərsiniz. Xanımlar üçün ayrı, bəylər üçün tam ayrı günlər ayıra bilərsiniz. Möhtəşəmdir, əziz bəylər. 3 mərtəbələr, Qurtuluş 93-də, dəyişət dora. Təşəkkürlər. Bu dəfə yaxşı hazırlamamışsan. Xoşuma gəlmir. Və əziz tamaşaçılarımız, biz belə eləyirik. Qonağımızın əslində buradadılar qonaqlarımız. Çox gözəl insanlarla bir arada olacağıq. Amma belə eləyək. Biz ayrılaq reklamlara. Reklamlardan sonra elə qonaqlarımı bir yerdə dəvət eləyəcəm. Bir yerdə gəlsinlər və dəyərli tamaşaçılarımızla həmsöhbət olsunlar. Reklamları izləyək, davam eləyəcək. Siz kanalı heç bir yeri dəyişməyin bu arada. Daş üstə daş bitirəm, niyə uçdu bu qalacaq bilmirəm. Güllər mənə gül yazmağı unutdum, gülüm gülün güllərini qurutdum. Güllər mənə gül yazmağı unutdum, gülüm gülün güllərini qurutdum. Bu sevgidə kim uduzdu, kim uddu, peşimanım kim olacaq bilmirəm. Bu sevgidə kim uduzdu, kim mutlu, peşimanı kim olacaq bilmirəm.
qoşulmuşam, gülüşünə qoşulmuşam, gülüşünə qoşulmuşam, qoşulmuşam. Nədir qüssə, nədir kədər, ömür günü xoş olmuşam, ömür günü xoş olmuşam, ömür günü xoş olmuşam, xoş olmuşam. Könlüm qəmin eylər, dilim nəğmələr söylər, ki mənə bir zəkəlmə sevirəmdir. Könlüm qəmin eylər, dilim nəğmələr söylər, ki mənə bir zəkəlmə sevirəmdir. Bir gözəl sevmişəm, sevməni sevin demişəm. Bir gözəl sevmişəm, sevməni sevin demişəm. Arxasınca düşərək yolunda canım üzmüşəm. Arxasınca düşərək yolunda canım üzmüşəm. Aman 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 ay aman, bu qızların əlindən ağlım olubdur yaman, bu qızların əlindən. Vay 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 aman, bu qızların əlindən ağlım olubdur yaman, bu qızların əlindən. Aman 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 ay aman, bu qızların əlindən ağlım olubdur yaman, bu qızların əlindən. Vay 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 aman, bu qızların əlindən ağlım olubdur yaman, bu qızların əlindən. Teşekkürler Namık Mənim, Bravo, hoş geldin. geçen. Güzel insan, güzel sanatkar. Salamlayıram. Salam Üstad. Akazmısı siz gözəl mahnı da Xatirə oxuya Xatirə bilirsiniz. xanımı da gözəl Mən əməklər. sazını edirəm. zəhmət olmasa qoy bura qardaş. Necəsən, nə var, nə yox? Şükür, hə? elhamdülillah. Siz necəsiniz? Danış, mən sənə bir çay hazırlayayım, gətirim. Hə, bu gün əslində istəyirdim oruç tutam, amma tutmadım. İnşallah sabah tutarsınız. Hə, yox. Necəsən, Namik? Bir 4 də tutmaq lazımdır da bu Şaban ayında da bir 10 Hə, gün. bu Sağ ol, sən itirdiğimiz necəsən? aylar. Mən yaxşıyam, əzizim. Həmişə yaxşı. Yaylamısan? Hə? Yaylamısan? Maşallah. Yaylamısan yaxşıdır. deyəndə, əzizim, deməli, evdə nə baş veribdir? Hə. Evdəkilər qış paltarlarımızın hamısını götürüblər, Namik, aradan çıxardıblar. Niyə? Aradan çıxardıblar deyəndə yığışdırıb götürüblər. Ona də. görə hava çöndü da. İndi də yayları çıxardıblar, qardaş, paltar tapa bilmirəm. Ona görə də belə gəlmişəm efirə. Başa Uşaqlara düşürəm, deyirəm eybi ki, yox. ölürəm soyuqdan, elə bilməyin, qızışmışam. Yox, amma bugün hava yaxşıdır maşallah. Hə, biraz külək var, Sakitdir, Bakıda külək hə. var. Bakı küləklər şəhəridir də, Bakıda. Siz Sumqayıta köçün. Hə? Sumqayıta Buradan birini almışdım da, buradan yaxından satdım. Hə, eşitdim, Buna. eşitdim. Bu kameramanın adı Ya, nədir? bunun adı Emil. Ay Emil, səndə nələr var bilirsən? O, xoşu gəlir. Qonaq gəlib gəlməyib bu evə. Yox, qonaq gəlmir. Qonaq gəlməyə Gəlib dəvət edirəm xoşlayıram. ki, gələ da. Mütləq onu dəvət elə. Hər adamı da dəvət etmək olmur, amma Hə, Emil yaxşı Emil olar. çağır. Emil Ölür çağırır. bu qonaq getsin. Namik, işlərin necə gedir? Nə var? nə yox? Əlhamdülillah, belə Yaxşı. yaxşılıqdır da, şükür Allaha toylar başlayır. Yavaş-yavaş Bir başlayır. 6 aydır əslində Allah kəsənizə rəhmət eləsin. Kişi rəhməti gedəndən sonra toylarım getmədi. Allah rəhmət Getmədin, eləsin. hə? Hə, yox, 6 ay getmədim ki. Mümkün. Hələ 3-4 toyum var idi, onlar da yəni. Zaten onlar gördülər ki, mən gedəs deyiləm. Adamın ürəyi açılmır getməyə. Hə, amma içindən də sonra gəlir. mənə bir neçə hacılar, nə bilim, hacı xanımlar, ondan sonra ağsaqqallar, ağabey səhlər dostlar deyir ki, yəni sən bu nə deməkdir? Yəni ki, yəni peyğəmbərin dedilər, məsələn o vaxtı övladları ölüb. Bəli, bəli. Yəni bu qədər 6 ay, yəni bu ta da sən onu elə bu Sahilə Əlizadə dostumuz, o da məsələn bir keçən bir dedi sən tadı bu yaxşı bir işlərlə onu daha Ruhu şad olsun. Hə, belə yəni yoxsa Mən də elə oldum. Yapan Təsəvvür elə Ram bizim televiziyamızın rəhbərliyi. Mən də yalan olmasın, hardasa nə bilim çəkdi bir 5-6 ay həm xarici ölkədə oldum, anamla bağlı, biz müalicələrlə bağlı. Sonra o vaxt yadımdadır da, mənim yadımda. Hə, bilirəm. O da bizim burada kökə sazı sənin. Bəli. Mən də bilmirəm. 10 il var da.
9 il, Hə, 8 il. 7-8 ildir. 8 il. Sən inanırsan ki, Namiq, məndən hərdən soruşurlar ki, Xatirə xanım. Can. Məsələn, anamın təvəllüdünü, Allah mamaya adını, rəhmət onu eləsin. əzbər bilirəm də. Məsələn, mən anamın dünyasının dəyişdiyi günü bilmirəm tarixi. Bax, keçən dəfə O şoku efirdə yaşamaq dedim. var da. Hə, yəni bilmirəm onu. Evdəkilər mənə deyirlər ki, məsəl üçün Samir filan günü məclisdə də getmə, evdə ol, məsəl Yox, üçün. onu həkk elə belinə bilmək lazımdır. O tarix, məsələn, atam 14-ü rəhmətə getdi, 15-i noyabr. Mən o gün məsələn mənim üçün elə bir ki, bir Allah evdə rəhmət bir yerdə eləsin. o qara siyahadır da ki, mənim üçün o qara gündür. Mən də məsələn Qurbanım Allah, fikirləşirəm. Allah həmd olsun özü bilən Hə, məsləhətdir. hə. Yəni Allaha Unutmaq getməsin, olmaz, yəni. unutma. Amma onu o günü yadında saxla. Məsələn, dünya gəldiyi günüdür. Hə, dünya gəldiyi Ən azından gün- o günləri gəlib ziyarət edirsən də ananı. Əlbəttə gedib ziyarət Dünyanın edirəm. dəyişdiyi günü, Mən də doğum günü. alışa bilmirdim. Bizim televiziyamızın rəhbərliyi məni məcbur canlı efirə çağırdılar. Deyirəm, yox, o həvəsdə deyirəm. Efirə çıxa bilmərəm. Bugün Zahir Xoşqədəm xanıma deyir ki, bəs belə. Efrəşid Mahmudov da efirə qoşuldu ki, bu gün sən efirdə ol. Yəni o 85 yaşayıb Allah rəhmət eləsin anaya. O da çıxmaq istəmirdi. Deyirlər ki, yox da sən bu boyda insanların taleyi, bax, o verişdə elə bir verişdir ki, sosial verişdir. Bəli, bəli. Yəni efirə çıxmaq. Ölənlə Belədir ölmək də, olmur. ölənlə ölmək olmur. Mən də buradan Azərbaycanımızın əməkdar jurnalisti, ölkəmizdə çox sevilən teleaparıcı, həqiqətən də xətri əziz olan Xoşqədəm xanım Hidayət qızının anası dünyasını dəyişdi bir neçə gün öncə. Allah rəhmət Buradan eləsin. Xoşqədəm xanıma da, onun ailəsinə də, doğmalarına da, əzizlərinə də dərin hüzürlə baş sağlığı verirəm. Mən də o hissləri yaşamışam. Bəli, bəli. Mən də o günləri yaşamışam və çox çətindir. Ananın yaşı olmur. Ana neçə yaşında olursa olsun, hansı yaşda istəyir ananın, nə bilim, 30 yaş olsun, istəyir ananın 100 yaş olsun. O itki Ağır bir insanın qəlbində bir yara açır. Həm də mənə deyirdilər ki, Çox bağlı idi öz anasına Xoşqədəm Hə, xanım. bəli. Mənə deyirdilər keçəcək, gedəcək Namiq, amma keçib getmir. O yara elə bir yerdə olur ki, həmişə için. Bir dəfə mənə Naziyənin xanım dedi ki, deyirəm, anamdan sonra deyir, Samir, gözlərimin işığı sönüb. Deyirəm, o nə deməkdir? Deyir, o əvvəlki Samir Həqiqətən, yoxdur. həqiqətən. Şuxluq olmur da. Hə, deyirəm, doğrudan deyirsən, deyir, valla sən onu hiss eləmirsən, amma o işığın deyir, gözündən sönübdür. Dünən Belədir. qardaş Kanal ATV-də Aytət Müzaydı qızın doğum günü idi. Məni də çağırmışdılar. Əslində bir işin yarım saat qalmış getdim, zaten biraz. Nəysə sözüm onda yox. Orada anası Zəhvur Defirə qoşuldu. Aytazın atasının şəkillərini zaten getdi. Dünən də onun Aytazın da ad günü idi. Yəni evdə nəsə birdən danışdı. İnansan onun yerinə məni kədər boğdu. Yəni təsəvvür et ki, sonra atamın şəklini zaten göstərdi. Allah rəhmət eləsin. Bilsən necədir? Yəni məndə özümdə fikirləşirəm ki, yəni hər zaman məni efirdə gülən görən adam da mənim imkam həmişə Sənin də atan heç nədən getdi. yəni təsəvvür et ki, mən Durduğu dünən yerdə. özümü inansan o qədər bu sualə deyir elə bil ki, illərdir səndə o yığılıb qalıb o nə bilim, yəni təsəvvür et ki, özümü saxlaya bilmədim. Oğlum, artıq neçə az bir 68 yaşında. Yox, ili çıxmaz hələ, yoxsa çıxır? Nə 6 ay 6 Hə, ay. hə, bilirəm də yayda olmuşdu da. Yox, nə ya? Biz gəlmişdik o təzə. Yəqin oktyabrda, noyabrda. Noyabrda rəhmətə getdi. Noyabrda. Noyabr 6-cı ayın içində keçir. Mən gəlmişdim, Məkan biz cənnət efirdən olsun. çıxdıq. Yadıma gəlmir. Bizim də təzə filməsində. Hə, bəli. Allah yüzü və ağ eləsin. Sağ ol əzizim. Ümumiyyətcə, valideynlərimizin qədrini bilin, doğmalarımızın, əzizlərimizin qədrini bilin, atalarımızın, analarımızın, ümumiyyətcə, atavızın, anavızın, qardaş, bacı. Bilirsiniz, onlardan əziz heç bir kəs yoxdur insan həyatında. Vallahi milyonçu da ola bilərsən, nə bilim, heç kim də ola bilərsən, dünya şöhrətli bir ulduz da ola bilərsən. Amma yenə də Əvəz edilməz insanlar yalnız ana və atadır. bəli, onlar Hamını əvəz insanı eləmək olur. təmənnasız sevirlər. Təmənnasız səni Bəli, istəyirlər, bəli. təmənnasız səni sevirlər. Yeganə ata-anadır ki, insanı. Təmənnasız. Bəli, Yəni bəzi adamlar var ki, həqiqətən insan pulu olan da var, Hə, olan, yəni elədir. vəzifəsi var, onun Bəli. Ay çox. qardaş, Amma arvadın da, ata-ana uşağın da belə çıxmasın. Hamısı sənin təmənna ilə bir gün evə bazarlıq eləmə, arvad üzvü cırır. Uşağa denən gəlsin desən, ata mənə 100 manat ver. Sabahları nə bilim özümə falan şey alacağam. Atan da, Namiq. Məkanı cənnət olsun.
Allah qəni rəhmət eləsin. Allah rəhmət eləsin. Görürsünüz, həyat nədir? Heç nə. Heç nə. Elə bir heç olmayıblar. Heç olmuyor. Biz bayaqları Xuraman xanımla danışırdım, onunla bu barədə danışırdım. Yeri görsən Rənamik, darıxırsan hə? Bəs nə? Nə qədər də adam toparlansa, amma o deyil. Hər adımda gözləyirsən ki, indi oradan çıxacaq. İndi buradan gələcək. Namikə çox bağlıydı o. Əhtik becərəndə, yerin düşəndə, yerin güzaranı yaxşı seçəndə, qışarır keçsə də, qış demək olmaz. Allah qəni Allah- daimimizə rəhmət eləsin. Allah sizin Amin. kəsənizi rəhmət eləsin. Burada da, studiyada da dəfələrlə gəlmişdi səndən, fəxr edirdi səndən. Nur içində yatsın. Bilsən, Samir, quzu kəsim sənə. Allah bütün sizin də dünyadan keçir. Allah sənə Ölənlərimizə amanı rəhmət eləsin. Yəni, heç kim dünyanı tutub qalmayacaqlardır. Bəli, Yəni, heç bu kim. yaranmış var, ölmüş var. Yəni, qurban olma Allah. O Hacı Şahin rəhmət edirdi. Allahdan gəldik. Allah'a gedəcək. Dönüş Allah'adır. Amma sən necədir? Bu kişinin əməliyyat oldu 18 gündən sonra yəni deyə gülə-gülə. Ürəkdən? Yox, ödündən. Bir adi yaxşı. Sən necədir? Hə, onun qədər heç bir xəstəlik yox idi, hə? Yox, bilirsən, mən kişi gələndə burada həmişə mən xoşum gəlirdi ki, bir kişi ilə özümlə ziyarətgahlar aparanda, nə bilim, bir Mövsümağa, nə bütün ziyarətgahlar apardım, restoranda, nə bu dəniz qırazat, həmişə, yəni biz fıranda biri gəzəndə deyirlər ki... Əslində o da bir təsəllidir ki, fikirləşsən heç olmasa atamı ora apardım. Yox, mən hər kəsə üzrə, mən həmişə onunla paylaşırdım da həm də, yəni çünki həm, bilirsən necədir, hamının atası öz üçün doğmadı, amma bu mənim atamdan əlavə mənim ustadım idi. Bilirsiniz, Həm də dost imiş də. Hə, yəni o baxımdan biz çox bölüşürdük hisslərimizi, nə bilim, yəni belə də, yəni tayt kimi. Nə üçün darıxırsan? Bilirsən necədir, yəni yenə deyirəm, təsəvvür et ki, 3-4 gün bundan öncə də anam bağlıydı, onu apardım hospitalda, orada yoxlatdım. O bir aptek var, məsələn, orada keçəndə həmən bu vədə, bax belə orada kişi ilə gedirdi, həmən o yerə, nə bilim, hər yerdə elə bir o kişinin baxışları, səsi, yəni sosial şəbəkələrdə də, TikTokda da tez-tez paylaşırlar, nə bilim, yəni başa düşsən necə, yəni mənə dan gəlir, elə bir deyirəm ki, Birdən-birə. təsəvvür edin ki, səhər-səhər mən hər gün o əməliyyatdan sonra zəhm vururdum ona, görüntülü yığırdım özdə də, bu yığdım, açma o telefonu. Axşam da 2-nin yarısına qədər serialları baxardı, nə bilim, bütün nə qədər seriallar vardı ki, hamısına baxardı, hətta Türk seriallarına da, bir saat 2-də yatıb, səhər sübh tezdən durub tez durmalıyım, işte Ermənisi və Şəmkirdə Kür qəzəbəsində Bümgildə orada əməliyyatdan sonra oraya gəlmişdi, orada bacısını çox istəyirdi. Atam böyüydü, atamdan sonra doydu oradaydı. Durmuyor. Hə, orada yox, durub orada, deyib ki, dur, bacı, dur, mamam da əməliyyat olmuşdu, eyni zamanda ödündən həmən xəstəxana, deyib ki, dur, bir dənə mən yemək qaldı, mən dərman içməliyəm. Hətta yəni öz canına elə bir baxan bir adam idi. Yazı. Hə, valla, öləyə yazıq deməzlər. Hə, yəni saat 9-da... Yox, yazı. Alı yazı, hə, alı yazı, hə. Elə bilim, o bəzi halda yazıq deyil. Yox, yazı, yəni İsmətli yazısı. Bacısı deyib ki, qardaş, qurban olmuşsan, bir də gəlib o manda kaşayla zaten bax, belə bir də, çünki əməliyyatda da. Onu yiyib, sonra dalbadır yığdım, açmadı. Sonra zəhnə yığdım, zəhnə yanında gördüm, o haradasa 11-ə 8 dəqiq işləyir. Yəni o saat, o tarix, o WhatsApp, hamısını saxlayıram da, mənim üçün o... O unudulmaz bir yaddan çıxası deyil. Deyirəm ki, bəs... Yeyib yeməyin yoxsa yox? Yeməyin zadı yeyib, belə qaşı özdə bir yekə böyük qab yeyib. Sonra çölə çıxıb su başına yeyib, qaydı gələn deyib ki, mən tər basır. Uzanıb ora, sonra deyib ki, zəkərində özü dörk ki, yox. Deyib, yaqın namikdir. Yəni, başa deyib, sən götür, zəngin gördü, deyib, biraz sevindi, deyib, sonra gördüm, biraz danışdı, səsi gördüm, nəsə biraz əsəbidir də, kədərli, dedim, artıq, bayaqda yığıram, niyə telefon açmırsan? Açmıram. Deyim, nə olub, yəni, axşam meyvandasına danışan adam niyə belə? Mən də aqressiv danışsan. Deyim, nə bilim, deyim, aqressiv, deyim, bəs mən neçə gün deyirəm ki, sən Bakıda aparım, Bakıda da yoxladım. Deyir ki, yox, gedim, biraz mənim həkimin barəsində danışır, deyir, keşkə mən bu əməliyyat etməzdim, etməsəydim, bəlkə məndən sonra 10 il yaşardım, biraz onun barəsində danışır, getdim. Ani Məhməd, son sözü mənlə olmuşdu. Onda əməliyyatı yaxşı keçməyib də. Danışa yıxılıb. Hə, yoxulmayıb da, yəni, deyir ki,
ayaqüstə qalıb deyib yıxılaram. Sonra Söykənib. dişin çıxardılar arasından, nə bilim, düzüm başını... Onda əməliyyatı yaxşı keçməyib də. Hətta orada nəyəsə toxunub şireyinibsə, yəni indi sonra deyirlər ki, nə deyirlər, tromb oldu, nə bilim, belə bir şeylər deyirlər, amma mən bir klinika var, bir adını çəkmədim, reklam. Tromb axı mən əməliyyatdan qabaq yoxlatdırıram xəstəmi, sonra əməliyyata salıram. Bəli, yoxlam. Yəni bir neçə adamlar var, Türkiyədə hətta lap professorlar, onlar deyirlər ki, 100% onun Damarına zaten orada nəyəsə deyir, ya zəhərlənmə olub, ya ora nəyəsə toxunub, yəni get-get bu dağ adamı biraz ürəkdə dözümlü olsun, 18 il. Yəni sonra təsəvvür et ki, yəni deyib ki, Namik gəlirmi? Deyib ki, gəlməsin. Çünki ondan qabaq əməliyyat olanda mən Zarnəboğlu verişində idim, orada ağlamışdım. Biraz da kövrəlmişdim. O fikirləşir ki, kövrələcək, pis olacaq. Hətta deyir ki, mənim istəmirdi ki, onu deyir, Namik həssas adamdır. Allah qəni rəhmət eləsin. Məkan cənnət olsun. Adam Adam düşünür ki, heç belə adamlar olmamış. Agromal Özbəkistan məhsullarıdır. Özbəkistanın fabriklərindən ölkəmizin Bakı şəhəri daxil olmaqla Sumqayıt, Gəncə və Beyləqan rayonunda fəaliyyət göstərən Agromal məhsullarından siz istədiyiniz pal-paltarları kilo ilə, buyurun gedin pal-paltarlarınızı məhz kilo bazarından, bu mağazaların müxtəlif şəbəkələrindən əldə eləyin. Doktor Seyfəddin klinikasına təşəkkürümü bildirmək istəyirəm. Xətai rayonunda Həzə Aslanov metrosunun çıxışında yerləşən Doktor Seyfəddin klinikasında bütün müalicələr tam təbii üsullarla həyata keçirilir. Migren, zob, oynaq ağrıları, cinsi zəiflik və daha başqa xəstəlikləri tam təbii yollarla Doktor Seyfəddin Əsəd və onun komandası yüksək peşəkarlıqla həyata keçirdirlər. Davam edirik əziz tamaşaçılarımız. Mən bir təbrikim var, təbrikimi də eləyim. Adətən, deməli, Namik bizim aktrisamız, Təxminə xanım, həm aktrisa, həm müğənni, o da pis olub da, hal-hazırda yazır ki, sizə baxıram, çəkib də atıb mənə. Təxminə xanım, salamlayıram sizi, bizim gözəlimiz, mənim dəyərli dostum. Sonra, deməli, bir təbrikim də var. Deməli, Kürdəmir rayonunun Axtaçı Qarabucaq kəndindən Nağıyev İzzətin bugün doğum günüdür. Təbrik eləyirik, 100 yaşasın. Yazanlar çoxdur əslində. 9345 nömrəsindən salamlar var. Namik salamlayırlar. Üzülməsin, həyatın qanunudur. Kəmran yazır, göndərir, salamlayır. Xuraman xanım yazır. Südabə xanım Gəncə şəhərindən yazır. Ruslan bizə İsraildən yazır, göndərir. Emil adlı izləyicimiz yazır. Zülfiyə xanım yazır, göndərir. Elnarə xanım yazır, göndərir. Yazıb göndərən izləyicilərimizə təşəkkürlər. Hər birinə ayrı-ayrılıqda və WhatsApp nömrəmizi görürsünüz, yazarsınız. Namik, pedaqoji fəaliyyətlə necədir? Gedir işlər? Hə, bəs orada mən də... Dolanışıq yerin, həm başlığı qatmaq. Yox, dolanışıqdan əlavə, yox. Təbii ki, insan yaşayırsa, yəni bizim başqa bir yerdən gəlir mənbəyimiz yoxdur ki, elə bu sənətdə. O baxımdan, yəni, düzdür, 2 ay dərs demədim kişi rəhmətə gələndə, amma gördüm ki, tələbələr rayonda oldum da, özüm bir gəldim, burada bir cümə verdim, sonra getdim, kənddə oldum. Bəs başqa müəllimlər var da orada? Yox, yox. Sırf ancaq özünsən? Başqa götürmüşdüm o vaxtı, bir bəy, bir xanım götürmüşdüm. Gəlmədilər. Dedilər ki, yəni valideynlər deyir ki, da neyinirək, bunlar tanıyırıq da, lazım olsa onların yanına apararıq. Yəni sən özünü öyrət. Bunların hamısını ondan sonra da onlar deyir ki, da müəllim, biz gəldik elə orada oturuq. Yəni o baxımdan nə də özlərinin tələbələri də olmadı. Yəni o baxımdan deyir ki, həm də sən istəyirlər. İndi onlar da qabiliyyətlər başlamışsan yenə. Fəaliyyətə. Xatirə teatrda nə var, nə yox? Salamatçılıqdır, şükür Allaha, yaxşıdır. Təzə nə işləri görürsünüz? İrəvan teatrında Elçinin əsəri qoyulur, Stalin. İftixar müəllim hazırlayır, İftixar Piriyev hazırlayır. Kim oynayır görəsən o qəddar Stalin? Sabir Məmmədov, Respublikanın xalq artisti Sabir müəllim oynayacaq. Biraz bənzərlik də var Sabir Məmmədovda. Simasında da var Sabir müəllimin, biraz oyununda da var elə bir ki. Maraqlı olar o tamaşaya baxmaq. Orada da Olga Aleksandrovskaya Stalin həyat yoldaşı. Əslində həyat yoldaşı olmur, sevgilisi olur. Həyat yoldaşı ölür də onun.
öldürülür. Sən bilinmir. oynayırsan onu. Hə, Olga Aleksandrovskayanı mən yaradacağam inşallah. İnşallah, gözəl İnşallah. yarat. Məşqlər Xeyir gedir olsun. hər gün. Yaxşı maraqlı Kim məşqlər quruluş gedir. verib? İftixar müəllim hazırlayır. İftixar müəllim özü İftixar quruluş müəllim verir. özü quruluş verir. Bəs Kral Lir də hazırlayırsınız deyəsən. Kral Liri də bizdə rejissor var, o hazırlayır. Kim? Ancaq orada mən yoxam. Orada kimdir? Gümrah? Yox, Gümrah müəllim təzə təyin olundu. Bəli, deməli, Buradan sizin efir Gümrah vasitəsilə Ömər, də Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına baş rejissor təyin olunubdur. Təbrik edirik ürəkdən. Mən də sizin efir İşlərində vasitəsilə- uğurlar arzulayırıq. Mən Gümrah müəllimin bir tamaşasında oynamışam. Səhv eləmirəmsə, tam xatırlamıram. Deyəsən Körpü, elə İftixar müəllimin əsəri. o vaxt. Hə, o zamanlar səhv eləmirəmsə, əsəri bilirəm, oynamışam. Xarakterdə gözəl bir xarakter idi. Qurqurucu obrazı idi. Bir gürcü obrazını oynayırdım. Deməli, amma rejissor qarışdıram. Ya Vaqif Əsədov idi, xalq artisti, ya da Gümrah müəllimi idi. Yenə də təbrik edirəm, uğurlar arzulayıram. Allah qismət eləsin, yeni tamaşalarında biz də oynayaq. İnşallah mən də sizin efir vasitəsilə Gümrah müəllimi təbrik edirəm yeni təyinatı münasibəti ilə. Gözəl işlər arzulayıram və inanıram ki, bir tamaşasını izləmişdim. İrəvan teatrında bir 2 ay, 3 ay bundan əvvəl tamaşa təhvil verildi və onu izlədim və fikirləşdim, belə sözün yaxşı mənasına paxıllığım tutdu ki, kəş bu tamaşada mən də olaydım. Çünki başqa quruluşda, başqa şeydir. Onun düşüncələri tam belə qeyri-adi belə. Mən düşündüm ki, Allah qismət eləyər Gümrah müəllim. Mən amma bilmədim ki, 1-2-3 aydan sonra Gümrah müəllim kulisə keçib təbrik eləmişdim. Dedim, müəllim sözün yaxşı mənasında paxıllığım tutdu uşaqlara. Dedim, hamınızı təbrik eləyirəm. Amma kəş bu tamaşada mən də olaydım. Oynayarsan. 3 aydan sonra bildik ki, Gümrah müəllim bura gəldi, baş rejissor təyinatı. Çox gözəl təyinatdır. Bəli, çox sevindim mən də. Çünki teatrın potensialını bilən rejissordur. Bəli, bir də kollektivin dostudur. Dostudur. Rejissor O zamanlar aktyorlarla dost olmalıdır. Çünki rejissorun silahı, açarı aktyorlardır. Rejissorun düşüncəsini, fikirlərini aktyorlar göstərir tamaşaçılara. Elə aktyor var ki, çıxar səhnəyə, canlı yayım gedir, bir kəlmə ilə tamaşanı məhv eləyə bilər. Ona görə rejissor aktyorla dost, qardaş, belə sirdaş münasibəti olmalıdır ki, bu kollektiv sənətdir, bu gözəl bir iş ortaya çıxsın. Bəli, bəli, kollektiv sənətdir. Bəli. Bəs sən həm İrəvan teatrında, həm də eyni məqamda da... Əsl iş yerim Sumqayıt Dövlət Dram Teatrıdır. İkinci iş yerim İrəvan Azərbaycan Dövlət Dram Teatrı. Sumqayıt Teatrında da Georgi Xugayevin Varlı ev əsəri təhvil verildi. Tamaşanın baş rejissoru, teatrın baş rejissoru, tamaşanın quruluşçu rejissoru Respublikanın xalq artisti Firidun Məhərrəmov idi. Orada da ananı oynadım, orada da baş obrazı idi, ana. Mən tamaşaya baxmışam uzun illər öncə. 20 il bundan əvvəl, 25 il. Sən Almaz Amanova oynadığı obrazı oynayırsan. Orada Frəngiz xanım da oynayıb obrazda. Mən Almaz xanıma baxmışdım o zamanlar, o uşaq idim. Mən də Frəngiz xanımı dedilər, belə çox təriflədilər ki, Frəngiz xanım da gözəl oynayıb. Bizim əməkdar artistimiz Ulduza xanım Nəsirova Mamaçanı oynamışdı orada. Ulduza xanım Mamaçanı oynayır və Frəngizlə Almazda. Çox gözəl, güclü əsərdir. Mənəm İlahədir, Mamaçanı İlahə. Səfərova, əməkdar artist. Qəşəng oynayır, İlahə də çox gözəl oynayır. Haçandır premyera? Premyeranı mən oynadım. Tamaşa haçan var, Namik müəllimdən gələk. Mütləq olanda, mənim ifam olanda oynayarıq. Dublyorla oynuyorsunuz? Dublyor da salınıbdır, ancaq hələ oynanılmayıb. Onu da deyim ki, inşallah yaxşı olacaq. Elmira xanım. O kimdir? Naxçıvandan gəlib bizə. 2 ildir. Uğurlar arzulayıram xatirəsinə. Amma seriallarda yoxsan da, axırıncı kanalların birində Ayırbədə Uçurum gedirdi. Serial. Uçurumdan sonra oynamısan? Uçurumdan sonra Ata Ocağı'nın sonuncu 6-cı sezonuna çəkildim. Bu da Xəzər televiziyasında. Xəzər TV. Sevirəm də mən Xəzər TV-ni. Ata Ocağı'nın 6-cı mövsümündə oynadım, bitdi deməli Ata Ocağı. Ata Ocağı bitdi, finala çıxdı. Biz bir yerdə bir səhnəni də çəkilmişik, toy səhnəsində. Gəlib aşığımız olur, bir süfrədə əyləşirik. Niyə düşmür ki, Zabratda çəkildik? Yox, Zabratda bir yerdə çəkildik. Uğurlar arzulayıram Xatirə xanım sizlərdə, işlərimizdə. Namik, gəl səndən bir ifa təqdim eləyək, sazıvı götür. Aldı görək, nə dedi? Bəli, aşıq. Görək nə dedi.
Təşəkkür edirəm Namik, çox sağ ol. Əhsən, gözəl. Namik deyirəm Gədəbəyin əsl getməli, gəzməli vaxtları. Qar, bilsən nə, qar bu. Oy. Valla, çox hava yaxşı deyil. Dünən bir qar yağdı. Hələ burada belədir. Görün o dağlıq ərazilərdə necə. Lalələr yoxdur hələ. Bizdə lalələr may ayının axırında olur. Şamaxıda da o isti yerlərdə yox. Aksafada da var belə laləlik. Hə, bizdə may ayının Görmüşəm. 15-dən sonra, 20-sindən sonra. O da hava yaxşı keçsə. Hə, yox, olur o bədələr yavaş-yavaş. Yəni göyərmiş dəsin, dalçalar, ərik ağaçlardan siyasmışdı, amma hava, yəni qar, dünən ötən günü çalp oyulub, böyle Quba 70 santı qar yağdı. Quba, bu yada, dünən xəbərlərini göstərdi. Sevirəm Qubanı. Yox, dağ kəndlərində olar yəqin. Hə, təbii ki, dağ kəndlərinə söyləyəcək. Ümumiyyətlə, Quba soyuq yerdir də. Bizdə də gəlib, dağılıq sonra. Dağılsın. Amma Quba qədər deyil. Qubada məsələn qar daha çox yağır ki, nəinki bizdə. Bizdə o vaxt çox yağırdı. Son vaxtlar elə bil ki, biraz azalıb, amma yenə də dağılır. Namik, bilmirəm, sosial şəbəkələrdə qabağıma çıxdı, buradaymışkən sən Gədəbəylisən də. Qoy soruşum səndən. TikTokda, nə bilim, TikTokda qabağıma çıxdı. Baxdım ki, Gədəbəydə bir neçə kəndlər var ki, tamamən insan yaşamır orada, elə bir ki, boşalıb kənd. Amma gözəl-gözəl evlər var. Amma insan yoxdur. Bir nəfər qalmışdı. O yavaş görüm, has kənd idi, o kəndin adı. Ay Talas idim, Ay kənd idim, yoxsa Musayalı kəndi, deyəsən Musayalı idi. Yəni orada Bircə nəfər adam yaşayırdı. Bir nəfər qalmışdı, sonra da icra sağladım, dedi, nə də etmişsiniz burada kəndi. Hamı kəndə qayıtsın. Özü əslində gözəl kənddir, o kənd. Oralar cənnətdir, gözəl Çox deyil. gözəl. Həm o qaz, orada bilmirəm qaz varmı? Qaz yoxsa məsələn su, çox Təbiət azadı çox gözəldir. gözəldir. Yəni rayondan da elə çox ucqar deyil. Ya bir də bizim Gədəbəyin bir bəzi rayonlu kəndləri var ki, məsələn Şırıq ən sonluq Dakansadır da sərhəd yerində. Orada qaz var, məsələn bizim kənddə qaz yoxdur. Yəni bax o Yox, qaza görə deyil hər halda. Bu qaza görədir. Qaza bilsən, qardaş. Yaşayış şəraiti. Yaşayış çox odun zat biraz odun da Şərait. Onu yaydan yaya qayıdırlar da. Yəni ona görə. Yoxsa başqa formada yəni Gədəbəy cənnətdir, gözəldir. Yəni bilirsən, o baxımdan həmin o insanların həm də bilirsiniz necədir? Kənd yerində bilirsən, da son vaxtda təsərrüfat da məsələn kartof yoxdur. Son vaxtda məhsul yoxdur. Niyə yoxdur? Yoxdur da, yəni nəsə gah yağış Əkmirlər, becərmirlər də yəqin. Əkirlər, gah yağış yuyub aparır, gah sel yuyub aparır, gah nə bilim qar yağır. Sonra ona görə son vaxtlar məhsul yoxdur. Həm də bilirsən 3 ay ona görə insanların çoxu məsələn hansı ki Rusiya ilə şəhərə gəlirlər, hansı ki Şəmkirdə də indi Şəmkir torpağı belədir ki ildə 2-3 dəfə parni kəşf etsən, amma bizdə bir dəfə biraz soyuq olduğu üçün ona görə bəzi biraz aşağılara düşür. Ona görə düşürlər, amma hara getsək də Gədəbəy cənnətdir, Gədəbəy heç vaxt yaddan çıxartmaq olmaz. Gözəl yerdir, gözəldir. Gədəbəydən çox aşıqlarımız var. Elə aşıq Gədəbəydən daha da var ki. Ən çox aşıq Gədəbəy. Üzdə kimlər var? Üzdə olanlar. Hamı üzdə olan aşıqların 90% Gədəbəylilərdir. Kimlərdir Namik? Sən Gədəbəylisən. Çoxdur da, kimi deyil. Fəzail Neymət Qasımlı, Altay Məmmədli, Dəmir rəhməti var idi, Allah rəhmət eləsin, Aşıq Dəmir. Sonra Gələndər var, Sarıxoy Təbriz var, nə bilim. Yəni indi cavanlar da laf çoxdur. Gədəbəy aşıqları çoxdur. Amma çoxsu belə böyük tamaşaçı kütləsi o qədər tanımır. Yox, indi çox kütləsi belə olan populyar deyirlər də elə sən bir kütləsi olan deyəndə, yəni belə deyək də, yəni məsələn mən keçən dəfə Xəzərdə məsələn xanıma deyirəm ki, filan aşıqlar var. Məsələn deyirəm məsələn Altay Məmmədli sağda gözəl aşıqdır. Həm də universitetdə müəllimdir, aşıq kimi aşıqdır. Saçsallı oxuyur, Əkbər Yadigardır. Neymət Qasımlı əməkdar mədəniyyətçisidir, müəllimdir, dosentdir. Yəni həqiqətən biri var ki, o bəziləri var məsələn. Tanıyıram mən Altay müəllimi də çox gözəldir. Deyirəm bunları niyə çağırmırsınız? Yəni elə 5 nəfərdən ibarət deyil ki, aşıq sənəti. Üçü mən qarşı. Elə hər gün mən efirən sorucu getməyə imtina edirəm. Yorulmamışam. Gündə niyə eləməm dedə. Artıq Namiq Fərhadoğlu 40 ildir bir özümü təsdiqlədim. 40 ildir. Söz gəlişi deyirəm. Mən də 40 yaşım var. 40 olmaz. 13 yaşımdan efirdəyəm. 10 il dayanmadan Lap 20 ildə yetərli qədərdir sənətə. 20 ildən çoxdur, nə 20 il? Məsələn deyirəm də, lap 20 ildə yetərli qədərdir. 25 ildə elə Bakıdayım mən. 26 ildə Bakıdayım. 26 ildir Bakıda. Hə, yəni deyirəm ki, nə sözümün mənasını deyim, yəni açıqlamasını deyim. Deyirəm onlar da sağında, yəni həqiqətən yəni elə insanların gözü mazor olur ki, Namiki o bir saçları görməkdən. Onlar da sağında. Nə çağırırsınız? Deyirlər ki, onlar çağıranda reyting vermir. Bax o deyirlər ki, indi sən gəlirsən maraqlı danışansan, ondan sonra ifa tərzin Var sənətkarlar ki, məsəl üçün elə bil ki,
baxırsan, məsələn, danışıq yoxdur da, söhbətçil deyirlər. Dünən Basim Ərəmli xoş gəldin. Deyirsən, bu boyda layihələri etdin öz yerində. Amma deyir, sən özün axı maraqlısan, danışırsan. Yəni, deyir, bunu mən baxaram, deyir, evimiz rəngarəkdən çıxıb getmişdir. Deyir, baxdım orada. Ya, məsələn, deyir, sən gələn də versə gəldin, deyir, bu hava dəyişdi. Basim Ərəmli deyir, əməkdən. Dostum, deyirəm, qurban olma Allah'da. İnsan enerjisi də var, bir də danışıq mədəniyyəti də var. Yox, Namiq efiri bilən adamdır. Bax, düz deyir. Bax, sənətkar, bax, indi adlarını çəkdiyi sənətkarlarımız var. İndi mən növbəti həftə çalışacağam ki, onları dəvət edeyim. Bizim Mədəniyyət və İncəsənət Universitetinin müəllimləridirlər, sənətkarlardılar. Amma məsələn, gəlirlər, bir də görürsən ki, danışıq o danışıq deyil də. Yəni, indi efir bir başqa şeylər istəyir. İndi efir tamaşaçını ekran qarşısına çəkmək üçün. Bəli, maraqlı olmalısan. Ümumiyyətlə, Həm efirdən sonra, üzr istəyirəm, Samir bəy, əziz qardaşım. Yəni, efirdən sonra da gərək sənin, bax, TikToka bax, ancaq mənim açıqlamalarımdır. Bax, TikToka getməz, çıxıram, yarım milyon, 300 min, 500 min. Baxmışam, o sayılan verişində, nə bilim, Bəli. Sən necə, gəlib bir maraqlı bir çıxış olmalıdır ki, maraqlı da bizim nedir? Biri var yalandan, bəzi aşıqlar var, elə mən yox, lazım deyil. Mənəlik, Allah sevmir, təkəbbür olmaq lazım deyil. Olanı demək lazımdır. Paylaşımlar var. Məsələn, elə paylaşım var ki, ondan nəsə bir zövq də alırsan. Bəli. Çox prodüseri olub boş-boş sözləri paylaşanlar da çoxdur. Amma görürsən ki, ondan bir mənəvi zövq almırsan, bir tərbiyə almırsan. Ha danışsın, ha onu paylaşsın. Mən keçən dəfə Sami deyir ki, mən səni Günəş, nədir, Kəmali Günəşlə çağıracağım. Deyir, problemimiz deyilmi? Yox. Amma deyilmi, o qız məsəl üçün, bugünkü gündə Allah rüzusunu versin onun. Amma məsəl üçün, çıxıb Zarun verişinə deyir ki, Aygün Kazımovanın da xidməti var. Yəni, bu El adamdan istəmərsən efir paylaşmaq. Bizə necə? Heç onu deməsə də istəməzlər. Ülviyə keçən dəfə mənlə bir yerdə idi, Zeyn verişində, Tolikin verişində. Deyirəm ki, indiki oxuyanlar heç kəs inciməsin, Şəbnəm hamımızdan üstünü oxuyur. Deyirəm, hətta Ülviyə sən, bunu insanın üzrə demək cəsarət lazımdır. Deyirəm ki, Ülviyə sən də qəşəng oxuyursan, amma siz Şəbnəm deyilsiniz. Şəbnəm yırtıcı oxuyandır. Hər Şəbnəmin səsi genişdir. Yəni, bu sən, qayıt ki, belə deyir, gördüm, yəni, bu, hamı da altdan yazır ki, atana rəhmət, düz deyirsən da, Şəbnəmin səsi bunların hamısından, vəfadan da, nəfəsdən də, nə bilim. Sadəcə olaraq, hamı istəyir ki, şey olsun, elə, bilirsən... Onların da öz kütləsi var, mən demirəm, bu, yəni, məsələn, onlar da bir dəqiqə ulduzdular, yəni, başa düşdün, necə də... Ulduz deyirlər. Ulduz deyirlər. Bağışlayın. Onda duraq gedək. Yox. Ulduz deyirlər. Populyar olmaq, sevilmək demək deyil. Amma çox qısa müddətli də olurlar. Xatirə, uzun müddət çəkmir. Populyar olurlar. Şəkidən mətləb dostumuza xüsusi salamlar yazır Namiq bəyi. O ulduzdur da, onda ulduzlar hara getsin? Öpürəm, mətləb var olasın əzizim. Namiq, sən gör, illərdir səhnədəsən. Aşıq sənətini nümayiş elətdirirsən. Layihələr etmişsən. Yarışmaları, tələbələr, yox, həqiqətən. Elə bilirsiniz ki, hamı Namiqi, tamaşaçı Namiqi sevir, amma Namiqə o qədər belə üzdə olduğuna görə, niyə məsələn, hansısa efir açırsan Namiq, hara gedirsən Namiq, hansısa tədbir Namiq və Namiqə qara PR eləmək istəyən... O qədər olub, çox. O qədər olub. Çox olub. Namiq filan şeylərdir. Namiq eləməyib və mən Namiqi tanıyıram. Keçən dəfə bir tədbir var idi, orada iş adamları ilə əyləşmişdi. Deyirəm ki, o insanı yaxından tanımaq lazımdır. Qıraqdan. Hə, qıraqdan. Bilirsiniz, onu da o işin içinə hamısı qurma, quraşdırma məsələlərdir. İstəyirlər ki, Namiqlə özünü reklam eləsinlər, Namiqi vursunlar, amma... MTV keçən mən çağırıb səhər edirdi, getmişəm bayram evlərində. Sonra oradan bir də gördüm, mənə zəhv olar ki, yol gedirəm də. Eyni saatdan, ondan 1-ə qədər. 5-10 dəqiqədə gecikirəm də, həmişə olduğu kimi. Sübh namazında dururam, sonra qayıdıb yatıram, gecikirəm. O ATV zağı təkrarını verir. Sahil oradan çəkib verir. Bir gündə 3 evirdə olmaq, bu məncə, yəni, həqiqətən hər aşığa nəsib olmaz. Yəni, mən də onları deyirəm, hələ spesitorik deyir ki, bilsəydim, çağırardım, elə canlı məndə olardı. Niyə? Çünki bir dənə maraqlı bir çıxış, amma düzünə demək lazımdır. Yəni, mən real deyirəm ki, Şəbnəm Tovuzlu olan hamısının səsi güclüdür. Yalan deyirəm. Düz deyirsən. Mən demirəm ki, Şəbnəm Tovuzlu Könül Xasiyevənin yanında böyük sənətkardır. Yox, o sözü mən deyə bilmərəm. Çünki Könül Xasiyevə mənim üçün pik zirvədir. Amma hansı ki, bu son dövrlərdə oxuyanlar var. Dedim, Damla da oxuyur, amma bu Şəbnəm deyil. Söhbət canlı oxumaqdan gedir. Kim sənə çatdı? Valla, gəlin belə danışaq da. Bir məclisdə oturmuşuq. Bəli.
məktəb görən adamlardan danışaq da. Yox. Yox, biz Məsələn, səndən- yox, məktəb, hə, məktəb baxın, görən- məşhur olmaq, populyar olmaq ayrı şeydir. Könül Xasıyeva, Məktəbdir. Könül Kərimova, bunlar məktəb görüblər. Yox, qurban sizə. Mən Bax, onu indi üzr oturmuş istəyirəm. Onu demirik, Xatirə xanım. bu Onların başqa adını şey çəkirik, deyil. gör kimlərdən Yox, yox, danışır. yox. Bilirsiniz, Mən nə bilən Sabir gündəmdən bu fikrini danışır. satdığım başa dönürsən. Gündəm sevilmək deyil də, Samir, sən sənətkarsan Siz bilirsən. sənətkarsınız, siz də mən illəri çox istəyirəm. onlar heç. Serialda baxmışam, Xətriz Dəzizdə dəfələrcə olub. Yəni demək istəyirəm ki, oxuyanın topu tüfəngi Bir nə dənə idi? not örgənsinlər, not Bəli, örgənsinlər. topu tüfəngi səsidir. Səsi, yəni onların da Nə bilən də səsi səsləri var, verir, kompüterə çıxır, Yəni, oxuyur da. Sən özün illərdir, məsələn, sosial şəbəkədə görürəm ki, maşallah hər gün toy aparırsan da, görürəm, toyları görürsən. O ayrı da. Adını çəkdiyim insanlarla toyda, toy da bir böyük O məktəbdir. məktəb görüb. Onların Hasan Şəbnəmdən üstün oxuyan varmı? Səs Bu baxımından. yeni çıxanların içində bəli mən də səndən razıyam. O baxımdan, Mobillər yoxsa mənim, dostlarımızdır. yəni Şəbnəm Bəli, mənim Şəbnəm xanım. reklam meneceri Tam deyirəm, orada tərtibidir. PR, yox, siz Hər şey oxuyur. O qədər adam hər şey nipliyatlı oxuyur. ki, olar. Kəmal Günəşli deyir ki, Kəmal Günəşli deyir ki, Aygün Kazım, balam, sən necədir? Mən keçən mənə sual verdi ki, bunların hansıyla Evrajimə gedərdi. Dedim ki, Aygün Kazımova səhnədə çox yeniliklər edib, amma sənətkar kimi Flora xanımdır mənim. Bəli, fikrim. amma İlham müasir Əliyev Azərbaycan Brilliant Dadaşova. Bəli, Brilliant Dadaşovadır. bir mənalı. Bax mən dedim Yox. bunlar. Hər üçü Bəli. Allah rəhmət etsin İlhamə xanıma da, Flora xanıma da ömür versin. Brilliant xanıma. Bunların səsləri təkrar olunmaz. Bəli. Boğazdar adamlardır. Elə dursun, bağırsın, Bax, indi- səsin kompüterə versin, düzətsin, mən məşhuram, salam İndi əleykim. mən kralam, mən oxuyanam. İndi Allah rəhmət eləsin Məmməd Bağıra. Toyların Hə, bəli. necə gözəl sənət. Məkan Allah cənnət rəhmət olsun. eləsin. Sabir Əliyevə, Baloğlan Əşrəfova. Həqiqətən bunların toy məktəbi bir başqa idi. Onların içərisində Sabir müəllim rəhmətli səni çox istəyirdi. Hə, indi istəməsən. Mən indi istəməzsən, Allah səni rəhmət çox etsin. istəyirdi və onu ziyarət edəndə baxdım. Yəni sən Sabir, sən quzu kəsim. Mən üstümüzdən kim götürüb? Oğlu götürüb. Yox, başçı oğlu. İlkindir, salam deyirəm. İlkin çox yüksək səviyyədə heykəldir. Sabir Əliyevin. Bizim Allah əməkdar rəhmət artistimiz. eləsin. Xalq Hə. artisti, xalq artisti. Hə, xalq artistimiz, Xalq opera balet teatrının Allah rəhmət solisti. eləsin. Bacıoğlu götürüb. Bəli, ilkin. Bəli, görüb opera balet teatrına hər adam qədəm qoyub o səhnədə ifa edə bilərmi? Zeynəb xanımlar Leyli Məcnun oynayıb. Bəli, bəli. Sabir Əliyev elə sənətkar deyil. Mən inansam qonşu qalırdıq da. Biz o göl Dərə Qorpark orada. Baba Mahmudoğlu ilə. Çox təsəvvür et ki, birdən rəhmətli ilə danışırdıq. Deyirdim ki, deyirdi ki, sən subay, mən subay. Rəhmətli. Sən dul, mən dul, gəl mənə pənd ol. İndi birdən danışırdıq. İnansız axşamlar oldu. Orada bir Zəngiranların bir kafesi var. O qədər də gözəl bir yerdir, amma gözəl kabab Yeməklər olur. Qəşəng kabab verirlər, ancaq kabab. Rəhmətlin orada oturdu, bir də oturdum para çörək yeyəndə deyirdi, ay dostum, bu boyda yeyirsən, ona görə kökəlirsən da biraz. Deyirdi, 10 şiş kabab ye, eybi yoxdur, amma bircə qusaq çörək ye. Çörək kökəldir. Hə, çörək. Yəni inanırsan, onunla oturduq, bir Sabir. Allah qəni rəhmət eləsin Sabir Əliyevə, Sabir dostum, bizə nələr danışırdı. Deyirdi, bax dostum, bu sənət adamlarından ona görə mən uzağam. Bunlar deyirdi, nə bilim, eybi sən necədir? Başqa dünyanın Hə, adamı ona idi görə o. onun o bəzi hallarda onu qəbul etmirdi. Qəbul edirlər, ha, sənətkar kimi mən bayram efiri çəkəndə Səid Ərzadədən tutmuş bütün müğənnilər hamısı Hə, Allah rəhmət Səid, Allah eləsin. rəhmət Hamısı eləsin. oradaydılar da. Sabir Əliyev olan yerdə məsələn Eldar hamısı deyir ki, ustadımızdır, o birinci Sabir müəllim oxusun. Bəli, Biz bəli. yəni Bəli, onlar şkoladılar da. onlar da ona hörmətlə yanaşır. İndi müğənnilər var da. İndi sən Heç bayram kim, heç kim. qapıdan içəri gələndə yığacaq ki, Sabir, bir sən necədir? Dırnaq arası ulduz da, güya ki, dırnaq arası, siz bəxt edirsiniz. Mən gəlim oxuyum, gedimi mən gözləmirəm. Mən sən kimsən axı? Sən burada, mən çıxmasın, 30 ildir bu xanım səhnədədir, 25 ildir mən səhnədəyəm. Mən burada durada gəlin bir dənə mahir Mən oxuyum, sənə gedim. deyim, elə adam var ki, şkolası da yoxdur. Amma daxili mədəniyyəti o qədər yüksəkdir ki, Yox, heç. adam onu çox Bilirsən istəyir. ki, bir Elə məktəb adam yox. var ki, o bazarlı görüşü ilə, bazarlı özünü aparmağı ilə məşhur olur. Və deyirlər ki, məsələn, filan kəs, yox, adam tarixə nə iz qoyacaq? Səməd Vurğun deyirdi ki, tarixdə qalacaq yalnız yaradan. Bəli. Ondan bundan plagiat mahnılar oğurlayıb, səsinin o belə gavahan yerinə, elə bir boğazı gavahanla Bəhmət düşürlər. onun bir mən sizin sözlə qüvvət, o sözü mən həmişə deyirəm, sən versiyada bəlkə çox demişəm, deyir, 1000 il bizdən sonra gələnlər, nəvələr, 1000 il bizdən sonra gələn nəvələr, gəlmişik, getmişik, nə biləcəklər? Nə biləcəklər? Yadigar qalmasa onlara bizdən, biz nələr etmişik, nə biləcəklər? Gərək həqiqi mənada, məsələn, Mütləq özündən sonra bir, yaratmaq, bəli, iz. dünən Samirin WhatsApp-ına baxıram, görürəm burada ulduzların çoxu, indi dırnaq arası ulduzlarda o söz deyirəm. Yəni, Bəli, bəli, hamısı bəli. Samirin
verisine gəlir tam səbəbdə o vaxtı. İndi onların çoxu bilsən necədir? Amma Samirin onların boyunda haqqı var. O vaxtda hətta Samirə bəlkə hədiyyə də verədilər ki, Samir. 50 min dəfə, 50 min dəfə. Hamısının yolu buradan keçir. Bax bu studiyadan, bu evimdən. Həqiqətən. Yəni indi bilsən necədir? İndi yəni bir də Samir Zəhvəran, yəni mən uzaqdır bilirəm. Təbii ki, hər dəfə, amma heç olmasa bir ayda bir dəfə məncə gəlmək olar. Elə ayda bir dəfə gəlirlər də. Məsələ odur ki, gündə deyirdim yox, hər gün yığırdılar ki, bugün gəlir. İndi mən nə deyim Samir? 5 gündən, 5 ildən, 1 ildən sonra bir gözəl saz ifa eləyəcək kimsə toyda. Deyəcəklər, bərəkallah, kimin tələbəsisən? Deyəcək, Namiq müəllim. Namiq müəllim. Yaxşı ifaçı, sənətkar odur ki, özündən sonra bir iz qoyur. Namiq müəllim, aşıqlardan kimlərdən dostluq eləyirsən? Hamısından da dostumuz, bəyək gəlirəm. Yox, lap yaxından dostluq. Mamam deyir ki, biraz dünən də hava yağış. Allah sizlərə rıza sağlıq versin. Amin. Allah ömrünü uzun Anam eləsin. yanımdadır. Deyirəm ki, bəs belə deyir, ay bala, yol zat biraz pisdir. Dünən də yağışsız. Getməsin Səndən qayda. qalır da, hə? Deyirəm ki, ay ana, mən vaxtında o birisi efirlərə məni ayılda bir dəfə çağıranda, Samir məni efirə çağırırdı, mənim adgörümü keçirirdi və Samirin mən evinə gələn bir adamam. Samirlə mənim dostluğum var. Yəni o efirdən Biz mənə neçə ilin dostu? Oradan mənə baxış olsa da, toy tutsam da, tutmasam da, qar boran olsa da, o deyir dost yolunda boran qar olacaqdır. Ona görə insan gərək keçmişini unutma. Mən deyirəm Samirlə bizim ən azından bir 13 ilə yaxın, 10 ilə yaxın bizim hansı ki dostluğumuz var. İndi tez-tez görüşməsək də belə, amma harada görüşəndə səmiyyət var, xətir hörmət var. Bunu necə yedim? Qaldı ki, aşıqlara, mən ümumiyyətcə, mən sənə bir söz deyim də, Əli Tapdıoğlu'ndan yaxşı, o da hazırda dostumuzdur. Aşıq Əli. Bu Kəlbəcər Əlidir. Yox, Tapdıoğlu, Əli. Əli Şirvan. Əli Tapdıoğlu'nu tanımırsan sən? Samirənlə oxuyan. Paylaşın. Şok. Aşıq Əli dostumuz. Samir tanımadı. Şok. Dostumuzdur, gözəl sənədir. Altay Məmmədlə dostumuzdur. Əli adında çox aşıqlarımız var. Bir də Kəlbəcərli var. Dedim, bəlkə odur. Ondan da, nə bilim, Avdıdır, Şaiqdir, dostlarımızdır. Nə bilim, valla, Allah, mən yenə tam səmimi deyirəm. Ümumiyyətcə, mən... Fəzailə aran necədir? Fəzailə də aram bilsən necədir? Allah Fəzailin işini avan deyləsin, mübarizin də Allah işini avan deyləsin. Valla, bilsən necədir? Mən onların heç birinlə nə bir mən problemim yoxdur, nə söhbətim yoxdur. Amma sadəcə olaraq, keçən dəfə deməli... Arabız sərin deyil mi? Tolikin verişində mənə Tolik sual verir, deyim sənə də. Sonra bu, deyirəm ki, mübariz özü deyir ki, mən aşıq saz ifasıyam da, özü boyunu alır ki, mən saz ifa edirəm, şo edirəm. Sonra mübariz çağırır, mübariz qadir mən təqdir edir. Deyir, Hacı da getdi, düzəlmədi. Mən dedim, o düzələr. Belə bilsən, bax, deyir, şəxsiyyətli, deyirəm, ay mübariz. Yığıram axşam, deyirəm, qulaq as. Bax, mən səni elə bir sözlər deyərəm ki, valla, dəymişim dura-dura kala tökürəm. Çünki mənim söz ehtiyatım çoxdur. Usta doğruyam mən. Amma mən... Məntiqlə bax ki, mən nə danışmışam? Mən görsənə orada şəxsiyyətini artırmıram. Amma biraz efirə çıxanda sözü ağzından bir şey çıxar. Nə danışırlar? Deyir ki, mənə deyir ki, sənə qurban olun abi. Bəs İbrahim verişində dedim, sən ant verəm atanın görünür. Deyir, ayıb olsun, sən ant düşməm məni. Mən hələ, deyir, sən ant verəm, bir də mənim bayramda demə. Mən bir şeydə dedim orada qız, dedim, qardaş, sən necədir? Sənin də öz, maşallah, toyların var, sevən. Sənin bayramda söz düşəndə mən həmişə deyirəm ki, mübariz öz yolu var. Şoy göstərir, toyunu qazanır, huzurunu Allah bol eləsin, anasına baxır, balalarına baxır. Yəni, sənin bayramda bir söz deyirəm mən. Sən alçatmıram ki. Amma sən efirlər baxır, deyirsən ki, Tolik deyir, Namiq gəlsə, deyir ki, o gəlsə buradan durub gedərəm. Mən efirlərin heç çoxuna getmirəm. Bəzən də o demir, aparıcılar deyir. Gəlsə durub ki, mən uşaq deyirəm. Mənim bayramda sözü, dünya şöhrəti Zeynəb Xanlarova dedik. Heç bir aşağı sözdür. Mən bayramda, mən veriş etmişəm, mən 3-4 dənə xalq artisti əyləşirdi. Sadıq Zərbəli. Dünya şöhrəti Zeynəb xanım Xanlarova, Azərbaycanın canlı yəni, belə deyir, deyir, Namiq sənətkar kimi sənətkardır ki, insan kimi də mərd oğlandır. Mən onun xətrini çox istəyirəm. Bax, bizim bu video. Bəli, baxmışıq. Göstərəcəm indi. Yəni, göstərin. Hə, göstərin mənə onu. Yəni, təsəvvür edin ki... Amma Zeynəb xanım Xanlarova artıq Brettdir də. Bu əfsanədir. Bir an. Sən mən çox istəyirəm. Çox istəyirəm. Bir mənə göstərin onu. Bir mən sənətkar olasam, var, çox sənətkarlar var. Ancaq sənətkarın... Oradan rejissor adını ne? Bax, onu xoşlayıram ki, kişilik olsun. Əsl bax, Azərbaycanlı kişisən, mən səni ona görə də bir özümə görə çox istəyirəm. Bir də mərdlik və kişiliyimə görə. Mən sizi öpürəm. Vallahi Öpürəm sizi. Allah sizi var eləsin. Siz gözünüz asıl, siz görmüşsünüz. Siz Azərbaycan sevinir ki, Azərbaycan incədir sənəti. Hər kəs sevinir ki, siz nə yaxşı ki, bu Azərbaycanda doğulmuşsunuz. Nə yaxşı ki, Azərbaycanda.
Qəti heç kəsin görüş. Dedim bu hamıyla görüşmürəm axı. Deyəndə dedim, mən onun xatırını çox istəyirəm. Nə yaptığınızı, nə yaptığınızı adamlar qabul edəmdir. Görsən, Bu nə deməkdir? deyir mən hamı ilə görüşmürəm. Bu nə deməkdir? Bu sən necə? Bu mənim üçün elə bir ki bir xalq artisti adı almaqdır. Allah bizim dövlətimizi qorusun, Allah cənab prezidentimizi qorusun. Yəni təbii ki o fəxrat bir başqadır, amma bir sənətkarın, yəni Zeynəb xanımlar əl çatmaz. Zeynəb xanımlar bu əfsanədir. Yeganə sənətkardır ki toylara getməyib. Nəinki toylarda onu heç kim heç yerdə dünyanı görməyib. gəzib. Yəni o zirvəyə heç kəs çata bilməyib, heç kəs inciməsin. Yəni o Və mən onu da deyim də, görün bir dəfə Zeynəb xanım Xanlarova bazarla söhbətlər eləyərdimi? Neçə yaşımız var, gözümüzü açandan o insanı səhnələrdə görmüşük. Ən yüksək tribunalarda həmişə mədəni olub və heç vaxt o küçə mahnıları oxumayıb. Həmişə bəstəkar mahnıları ifadə edir. Çünki ona qabiliyyəti... Ərim belə getdi, hacım belə. Yavurçuluq deyil. Olmaz, efirdə bu söhbəti eləmək olmaz. Adam özünə təhqir. Məsələn, Samir mənə desə ki, xatır, sabah verilişimdə heç kimim yoxdur. Amma sən gəl, məsələn, biraz sizdən, o qızların biri ilə. Deyərəm, Samir, sənə qurban olum, kimi deyirsən, nə deyirsən, eləyim, onu eləməyim. Mən özümə, şəxsiyyətimə təhqir bilərəm. İstəmirəm elə adamlarla efir bölüşmək. Yəni, mübarizədə nə deyirəm? Ayıb deyir, ayıbdır. Mənim bayramda o xanım söz deyib, amma mən valla yenə də, mən İsabaq demirəm ki, mən, yəni o deyirəm arada ki, bunlar olur. Mübarizə bilib, Fəzali müəllimlə bir baraşmışdıq axı. Bu arada da həftəmizin şənbə günü əziz tamaşaçılarımız Fəzali Miskinli qonağımız olacaq. Digər qonaqlarla, yəni... Kişilər özlərini abırla aparır. Çox Fəzali təəssüf ki, qızlara aid deyil. O vaxt, hansı ki, mən efirdə demişdim ki, bu aşıq deyirlər, bunlar saz ifası, aşıq Zülfiyyədir, saz çalbuxan aşıq deyirlər. Ondan sonra da biraz efirdə nəsə, hansı ki, biraz, necə deyim də, yəni anlaşmamız oldu. Sonra da rəhmətlik getdi, atamla Gədəbəydə görüşdü. Allah rəhmət eləsin. Deyir ki, bəs mən sən xətrini də çox istəyirəm, atam da deyir ki, yaxşı olar. Sonra biz bir yerdə elə oğlu kimi görüşdük, barışdıq, söhbət qurtar. Sonra bu mübarizələrin çoxu, ancaq Fəzail mübariz, mənim Fəzail də dostumdur, mübariz də dostumdur. Bir də axırıncı səfərimiz olsun sizin ki, bunlar bilirlər, indi bunlar, bu jurnalistlər. Bilirəm Fəzalillə dostsan, amma mübarizlə bilmirəm dostlar olsa. Bilirsiniz neyinlər? Fəzalillə bilirəm dostsan, Fəzali müəllimlə, amma mübariz müəllimlə... Mübariz gözəl insandır, mübariz gözəl qardaşımızdır. Allah onu rüsün bölürsün. Mən keçən də mübariz... Mübariz çox gözəl insandır. Niyə? Mübariz, bax, bunu deyirəm, amma onda o ürək yoxdur ki, deyək ki, Namik gözəl insandır. O sözü, onda o ürək yoxdur onlarda, o sözü deyərlər. Amma mən heç vaxt eşitməmişəm o adamın dilindən kiməsə pis. O deyə bilməz Namik gözəl insandır, amma mən deyirəm, mübariz, sən gözəl insansan. Nə var dilindədir? Yox, ifan da özünə məxsusdur və sən mənə elə bir müqəddəs yerə ant vermirsən ki, indən sonra mən sənin barəndə həmişə xoş söz deyəcəm. Ancaq xoş söz, vəssalam. Nakman, buyurun, sizdən ifa təqdimi eləyək. Bu arada əziz tamaşaçılarımız daha sonra yenə də baxacağım. İntriqalar hər yerdə var.
Bravo. Namik, təşəkkür edirəm. Qəşəng. Bu arada mətləb dostum da elə sən ifa elə salamlayır səni də Xatirə xanım da. Aleykümselam. Şəki nə qədər gözəldir. Təbiət əməlli başlı. Deyirsən Gədəbəydə hələ qardı, nə bilim borandan. Gedək Şəkiyə, Şəki pitisi yemək. Gedə, sən Cozoyin. Sən göz oyun. Şəki Çək. istəyirəm. Azərbaycan, sənə bunu Azərbaycanın hər yeri gözəldir. Bax, bir 17-18 ölkədə olmuşam da, belə, yəni Bəli. səyahətə getmişəm. O vaxtı Azər Müsairə vaxtı bir Bəli, bəli, bəli. Eldən eləyənə çox yer ki. Həqiqətən, valla, gəzmək üçün Azərbaycanımızın o qədər gözəl güşələri Valla, var ki, öz torpağımız. Mən ancaq birdən deyirlər ki, amma bizdə də bahadır ha, çox bahaçılıqdır. O Hə, deyim ki, çox bu rayonlarda çox təəssüf. Birdən məsələn deyək ki, Misirə yayda məsələn deyib bir orada elə bir yer dostlar. Mən çox üzr istəyirəm. Mən buradan deyirəm. Bax, Namik çox gözəl vurğuladı. Gəldim elə qoy gəlib o mətləbdən danışırdıq. Gəldik bu birisi mətləbin üstünə. Deməli, Azərbaycanımız bu gün regionların tanımaq olmur. Allah dövlətimizi qorusun, dövlət Amin. başçımızı qorusun. İnkişaf Amin. çox böyükdür. Bölgələrimiz doğrudan gündən günə gözəlləşir. İstirahət güşələri, istirahət məkanları. Amma bir Qiymətlər əmma çox var. bahadır, çox bahadır. Baxın, turizm bizdə çox aşağıdadır. Yəni, inkişafı bilirsiniz nə cürdür? Hər kəs gedə bilmir də. Əlçatan olmalıdır. Əlçatan olmalıdır və hamı gedib istirahət etməlidir. Ay başa dönüm. Buradan 1500 manat veririk, lap 2000 manat veririk. 2 nəfərlik gedirik. Bodruma gəlsən, Gedirəm. Laboratoriya gəlsən, Hə, Misirə 1500 gəlsən. 2000 manatımızı ödəyirik, bileti içində Bir getməyimiz, həftə. gəlməyimiz. 7-8 gün gedirik Türkiyədə, nə Üç bilim dəfə Yunanistanda. Yox, şeysiz yemək, limitsiz yemək. Niyə biz 24 o saat. pulu özümüzə verməyək? İndi burada gedirik, Azərbaycanda gedirik hansı rayona, 1000 manat işimizə qoyuruq. Səhər 3 nəfərlə oturub yeyib içirsiniz. Axşama yox. Çörək 300 manat yeyirsən, getdi. Axşama yoxdur yəni 1000 Yoxdur, manat. yoxdur, otel qarşı çox bahadır. Vallahi. Axşama yoxdur. 300 da ölüsü 100 manat, o da elə belə oteldə. Adam istəyir yaxşı oteldə qalsın. Samir, bu yaxınlarda 200-250 manat. bir həftə Restoran bundan sahibləri, nə bilim, restoran sahibləri, bu otel sahibləri eləyin ki, Tam öz- qabaqdan yay gəlir. Hamı balası ilə, arvadı ilə, nə bilim, uşağı ilə Zaten xaricə getmək bir dənə olur ki, adamlar ki, vaxtı yoxdur. Hə, bir də görsən vaxtı olmur işdən gücdən. Qoyun elə gəlib o xeyri öz dövlətimizə versinlər də. biz bir həftə bundan əvvəl tələbə yoldaşları ilə yığışdıq, uşaqlardan 5-6 qız Bakıya səhər yeməyinə. Səhər yeməyi. Bakıda olmuşsunuz, bəyəmsiniz? Yox, mən Sumqayıtda yaşayıram. Mən Bakıda Sumqayıtı da yaşayır, sevirəm. Sumqayıtda da yaşayır. 200 manatımız çıxdı səhər yeməyinə. İş yerində Neçə nəfərə? 5 nəfərə. Nə yedik? Mələmən deyil, mənəmən deyirlər. Qayğanaq da bizim qayğanağımıza quzu kəsir. 5 nəfərə 200 manat. Bahadır, yox, çox Çox bahadır. bahadır. 5, baxın. 20 manat Biraz səhər xırda yeməyi. mırda pendirlər, Ay valla 100 mən manat gedib onu tutmaz. 50 manatla alardım. 200 manat da Ən bahadır. uzaq 15 manatdan adam biri Uşaqlar. səhər Hə. yemək Adam biri olmaz. Olmaz. Yəni hamının bu boyda bir çıxılı mədəniyyəti Hə var də, da. Timboli biz sənət adamlarıyıq, istəmirik kökələk. Hamı belə mədəndə dıngıl, çıqılı-çıqılı. Amma Bizim sən o sənət yeməyi adamları elə gedib, mütəvin, hə? o yeməyi sən gedib, Türkiyədə yesən, yəni 24 saat təsəvvür edin ki, otellərdə limitsiz yemək, içmək, nə bilim, limitsiz də gecə səhərə qədər açıqdır hər Nə yer. yeyirik? Bu boyda pendirli, bu O boyda yağdı. 1500-2000 manatı ödəyirsən, Çıqılı içində çıqılı. gediş-gəliş biletin də var. Həm də bir yer görürsən, bir başqa Bəli, bir yer dünya görürsən. görüşündə artır. Gürcüstanın özü, hələ Patron qonşularımızı deyirik. Amma bizdə də eləyin də, qiymətləri biraz ucuz eləyin ki, hamı gəlib istirahət eləsin də, öz ölkəmizdə istirahət eləyək. Düşünün ki, biz Restoran aktrisayıq. işlədənlər, Bəli. insaf dinin yarısıdır Samir, da. düşünün ki, biz aktrisayıq və aldığımız maaş 38 ildə 600 manatdır və mən o 600 manatla mən də bu respublikanın adamıyam da gedib bir yerdə oturmaq istəyirəm. Bircə gün gəlib, 2 gün rayonda, vaxt başı 2 gün, ha. O da oranı yemək, səhər yeməyini verir, günorta axşam özün yeməlisən. Dadını çəkmirəm də burada. Bəli. Demək, Nami ki, biz sponsorlarımızla bağlı bir məlumat verməliyik izləyicilərimizə. Hələ görüntüləri təqdim eləyək. Newsport İdman Kompleksi, qoy sənin də xəbərin olsun. Masazırda Qurtuluş 93 deyilən yaşayış kompleksi var. Burada 2 yerdədir orada, sağda, solda. Bu 3 mərtəbələr ərazisindədir, Qurtuluş 93-də. Baxın, içəridə hovuzu, açıq hovuzu, qapalı hovuzu, bundan əlavə İçəridə restoranı, türk hamamı, rus hamamı, fin hamamı, milli Azərbaycanımızın o hamam mədəniyyəti. Yəni içəridə mükəmməldir də, fitness zalı, aerobika zalı. Xanımlar üçün ayrıdır, bəylər üçün tam ayrıdır. Bundan əlavə uşaqlar üçün tam ayrı saatlardır.
qiymətinə gəlincə, qiymətidəki su qiymətinə. Hardadır? Mütləq Masazırda Qurtuluş 93-də New Sport İdman kompleksinə gəlin. İzləyək. Agromal Özbəkistan məhsullarıdır. Özbəkistanın fabriklərindən ölkəmizin Bakı şəhəri daxil olmaqla Sumqayıt, Gəncə və Beyləqan rayonunda fəaliyyət göstərən agromal məhsullarından siz istədiyiniz pal-paltarları kilo ilə, buyurun gedin pal-paltarlarınızı məhz kilo bazarından, bu mağazaların müxtəlif şəbəkələrindən əldə eləyin. Doktor Seyfəddin klinikasına təşəkkürümü bildirmək istəyirəm. Xətai rayonunda Hərzə Aslanov metrosunun çıxışında yerləşən Doktor Seyfəddin klinikasında bütün müalicələr tam təbii üsullarla həyata keçirilir. Migren, zob, oynaq ağrıları, cinsi zəiflik və daha başqa xəstəlikləri tam təbii yollarla Doktor Seyfəddin Əsəd və onun komandası yüksək peşəkarlıqla həyata keçirdirlər. Nurgülüm, gəlin sizdən yenə bir ifa təqdim eləyək. Sabir, bax sənə quzu kəsim. Görsən, qonaq az olanda. Söhbət nə qədər şirin. Xatirə danışan, sən danışan. Abi, bizim yanımıza başqa adam nəyə lazımdır qardaş? Yox, həm də valla bu var ki, danışan olmayan adam olar. Mənim və Xatirə xanımın danışdığı bu sözlər hamısı bir gözəl bir sözlər. Tarixdir. Buyur əzizim. Bir dənə ancaq Həcə. səviyyəli yüksək insanlardan danışaq. Adam
Bəli, əziz tamaşaçılarımız, bugün axşam saatlarında da 18:45-də İbo şounu izləyin. Çünki çox maraqlı, gözəl bir şou olacaq. Xatirə xanım, sizə təşəkkürümü bildirirəm, Namik sizə təşəkkürümü bildirirəm. İnşallah görüşmək ümidi ilə əziz tamaşaçılarımız ayrılıram qonaqlarımdan və elə siz tamaşaçılarımdan da. Sabah eyni saatda, eyni vaxtda yenə Hayküylü evimizdən Salam Azərbaycan deyəcək. Özünüzə yaxşı vaxt.